Oktyabrın 10-u İtaliyanın Roma şəhərində Azərbaycan Respublikasının İtaliyadakı səfirliyinin mədəniyyət mərkəzində qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin, Xan Şuşinski Fondunun və Azərbaycan Respublikasının İtaliyadakı səfirliyinin təşkilatçılığı ilə Milli Musiqimizin Dünyada Təbliği adlı tədbir keçirilib. Tədbirdə Azərbaycanın İtaliyadakı səfiri Rəşad Aslanov, müxtəlif ölkələrin səfirləri və diplomatik korpus nümayəndələri, həmçinin xaricdən və Azərbaycandan gələn qonaqlar iştirak ediblər. Vətənpərvərlik mövzusuna həsr edilən tədbirdə səsləndirilən xalq mahnıları, ritmik muğamlar, bəstəkar əsərləri böyük maraqla qarşılanıb. Azərbaycan muğamları xanəndə Nisbət Sədrayeva tərəfindən, kamançada Pərviz Fərhadov və tarda Rüstəm Müslümovun müşayiəti ilə ustalıqla ifa olunub. Tədbirin təşkilatçılarından olan Xan Şuşinski Fondunun rəhbəri Bəyimxanım Cavanşirova Verdiyeva təəssüratlarını bizimlə bölüşdü. Bir vətənpərvər, bir Azərbaycanlı kimi şəxsən mən çox qürur duydum ki, dünyanın mədəniyyət mərkəzi olan İtaliyada Azərbaycan Respublikasının səfirliyi nəzdində mədəniyyət mərkəzi orada fəaliyyət göstərir, çox uğurla fəaliyyət göstərir. Yəni bununla biz Azərbaycanın zəngin milli mənəvi dəyərlərini, muğamlarımızı, xalq musiqimizi, milli musiqi alətlərimizi, milli geyimlərimizi onlara bu konsertdə nümayiş elətdirdik, göstərdik. Konsertdən sonra bütün tamaşaçılar hamısı bizə yaxınlaşıb təşəkkürlərini, minnətdarlıqlarını bildirirdilər ki, belə gözəl bir tədbir keçirildi. Cənab səfir də çox gözəl çıxış elədi. Qürur verici bir haldır ki, bugün Azərbaycanla İtaliya arasında sıx dostluq, qardaşlıq əlaqələri qurulubdur. Tarixə nəzər saldıqda görürük ki, keçən əsrin əvvəllərində Azərbaycanın istedadlı gəncləri gedib İtaliyada, konservatoriyada təhsil alaraq, bir sənətkar kimi yetişərək, vətənə dönərək, Azərbaycan musiqisinə şərəflə xidmət etmişlər. Sonda onu deyə bilərəm ki, atam Xan Şuşinskinin anadan olmasının 110 illik yubiley tədbirləri ərəfəsində 2011-ci ildə biz bu fondu yaratdıq, təsis etdik. Fond yarandığı ilk gündən dövlətimizin diqqət və qayğısı ilə əhatə olunmuşdu. Azərbaycan Respublikası qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin müxtəlif illərdə elan etdiyi müsabiqələrin qalibi olaraq bir-birindən uğurlu layihələrə imza ataraq fəxri fərmanlarla təltif olunmuşuq. O cümlədən 2012-ci ildə ictimai televiziyada Milli Musiqimizin Dünəni, Bugünü, Sabahı adlı telediskusiya keçirildi. Bu tədbirdə Azərbaycanın xalq artistləri Əlbaba Məmmədov, Arif Babayev, Canəli Əkbərov, Ağaxan Abdullayev, Mənsum İbrahimov, Ramiz Quliyev, Samir Cəfərov, Fikrət Verdiyev və sair sənətkarlar iştirak edərək mənə dəstək oldular ilk layihəmdə və həmçinin gənc istedadlar da bu tədbirdə iştirak elədilər. 2013-cü ildə Respublika üzrə müsabiqə keçirdik. Bu müsabiqədə də xeyli istedadlı gəncləri üzə çıxardıq. Sonda Beynəlxalq Muğam Mərkəzində tədbir yekunlaşdı. 2014-cü ildə Fransanın Lyon şəhərində, 2015-ci ildə İtaliyanın Milan şəhərində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin dünya ictimaiyyətinə çatdırılması layihəsi ilə çıxış elədik. İtaliyanın müxtəlif qəzet və jurnallarından gəlib tədbiri işıqlandırdılar. 2016-cı ildə Macarıstanın Budapeşt şəhərində
xaricdə yaşayan azərbaycanlılar arasında vətənpərvərlik mövzusunda tədbirimiz keçirildi. 2017-ci ildə Avstriyanın Viyana şəhərində, 2018-ci ildə Çexiyanın Praqa şəhərində, 2019-cu ildə İngiltərənin London şəhərində Könlüm Keçir Qarabağdan adlı tədbirlərimiz oldu. 2020-ci ildə pandemiya dövründə dərslər onlayn keçirildiyi üçün məktəblərə planşetlər alınaraq paylanıldı. 2021-ci ildə Şuşa ili çərçivəsində Heydər Əliyev adına sarayda möhtəşəm bir tədbir keçirdi. 2021-ci ildə həmçinin Qarabağ Azərbaycandır adlı beynəlxalq muğam mərkəzində tədbirimiz keçirildi. 2022-ci ildə İspaniyanın Madrid, Barselona şəhərlərində, 2023-cü ildə Bosniya və Herseqovinanın Sarayeva şəhərində, 2024-cü ildə Niderlandın Haaqa şəhərində və 2025-ci ildə İtaliyanın Roma şəhərlərində tədbirlərimiz keçirilibdir. Həmçinin bir fond olaraq, təmənnasız olaraq 20-yə yaxın yubiley tədbirləri, xatirə gecələri, yaradıcılıq gecələri keçirmişik. Bu işdə hər zaman bizə dəstək olan Azərbaycan Respublikası qeyri-hökumət təşkilatlarına, Dövlət Dəstəyi Agentliyinə və Azərbaycan Respublikasının İtaliya Respublikasındakı səfirliyinə, başda cənab səfirimiz Rəşad Aslanov olmaqla Mədəniyyət Mərkəzinə və bu işdə zəhməti olan hər kəsə təşəkkürümü və minnətdarlığımı bildirirəm. Nigar Abbasova, 525-ci kanal.